Ruhu şad olsun deyə başdaşını ziyarət edənlər heç düşünmədilər ki, könlü şad oldu mu sağ ikən? Kimisi qışqırır, kimisi ağlayır, kimisi özünü itirir, kimisi ehsan verir, bəzəkli güllər alır məzarına ölənin. Bəs birisi vardımı sağlığında axtaran, can yandıran, sevincinə, qəminə şərik olan? Gedəndən sonra hamı yığışıb deyir, gözəl insan idi, dostum idi, yarım idi, əzizim idi, can parçam idi. Sağlığında şansını, zamanını çox görənlər öləndə deyir, qayıt geri, nə olar? Nazını çəkmək ağırdır deyənlər tabutunu daşımaq üçün dava edir. Qəlbini qırdığınız insanın ayağı ilə gedişinə təsəlli ala bilərsiniz, amma insanın cismini tapşırıb ruhu ilə gedişinə heç vaxt təsəlli tapmayacaqsınız. Mən haqlıyam deyərək üz çevirməyin doğmalarınızdan, davranışlarla, zamana buraxaraq haqlı göstərin özünüzü, amma qəzəblə, əsəblə, hirslə acılayıb tək qoymayın. Qüruru yox olmuş birini bağışlaya bilərsiniz, amma ruhu gedən biri üçün əsla, amma əsla şansınız olmayacaq. Bugün görə bilirsinizsə, eşidə bilirsinizsə dəyərləndirin. Bəzən bir ömür yetmir birinin nazını çəkməyə. Ona görə biraz naz edərkən, biraz acı söz deyib qəlbini qırarkən, bir an yox oluşunu göz önünə gətirin. Əlinizdən gəlirsə bərk-bərk sarılın, bağrınıza basın. O məhəbbət dolu, qürur verici, səni sevirəm ifadəsini ağız dolusu deyin. Doyunca qışqırın, münaqişə edin, küsün, barışın. Amma ayrılıq, təklik, tənhalıq hissini yaşatmadan sevin. Sabahına gümanımız olmayan bu ömrü bu günün qəzəbinə qurban etməyin. Necə də gözəl demiş şair. Vaxtında gəlmədin, gəlmə öləndə.